proqramlaşmaya yönəldim, elə lisey vaxtlarından. Proqramlaşmağı öyrənəndən sonra bunu Azərbaycanda nə boşluq varsa, o üzrə getməyə çalışdım. Azərbaycanda ən böyük boşluqlardan biri onlayn oyunlardır. Sayt o zamanda təbii ki. Bu neçə ilin söhbətidir? 10 il var? Var. Mən 2011-ci ildə Netdi deyilən bir təşkilat var idi. Bütün internet saytları IT proqramlaşdırma üzrə qalib seçirdilər. Mən 2011-ci ildə qalib olmuşam. Azərbaycanda Rabitə Nazirliyi tərəfindən sertifikat verilib, onu təqdim edəcəm sizə. Sertifikat verildi. Planşet hər yolunda o vaxt 2011-ci ildə planşet özü bir bahalı bir məhsul idi. Onu hədiyyə elədilər. Mən ilk dəfə IT proqramlaşdırmayı öyrənəndə onlayn oyun yaratdım. Onlayn oyunu yaradanda gördüm ki, maraq çoxdur buna və adını çəkmək istəmədiyim bir böyük bir şirkət var. Qeyri-hökumət təşkilatıdır. O təşkilat məndən o oyunun almağını təklif elədi, satmağını. Yaxşı bir